2 natural ədədin ən kiçik ortaq bölünənini tapaq. Əvvəlcə hər birinin sadə vurğulara ayıraq. 24 cüt olduğu üçün 2-yə bölünür. 12 cütdür 2-yə bölünür. 6 cütdür 2-yə bölünür. 3 zaten özü sadədir. 36-nı sadə vurğularına ayıraq. 18 cütdür 2-yə bölünür. 9 3-ə bölünür. 3 özü sadədir, yalnız özünə bölünür. Böyüyün ayrılışını yazırıq. Sonra böyüdə olmayan digər vurğudakı zorab tayı olmayan digər vurğu yazırıq. Bura qədər 36 eləyir. 36-nı 2-yə vuranda 72. Növbəti misala baxaq. Yenə də 60-ı sadə vurğularına ayırırıq. 15 3-ə bölünür 5. 5 də yalnız özünə bölünür. 75-i ayırsaq 3-ə bölünür. Rəqəmlərin cəmi 3-ə bölündüyü üçün 25 5-ə bölünür. 5 də özünə bölünür. Böyüyün ayrılışını yazırıq. Burada çatmayan bu bundan cütdür. Bu bundan cütdür. Bu getdi 75-in içində. Vurulsun 2, vurulsun 2. 75 vur 4. Bu da edəcək 300.